Herkese salam. Bugün gelmişik Fethiye'nin en lüks otellerinden birine. 2025-ci ildə açılmış XO Cape Arno otelinə. XO Cape Arno oteli haqqında indi sizə birazdan bütün görüntüləri göstərəcəm. Otelini hər yerini gəzməyə çalışacağım ki, sizə ətraflı göstərək və ən önəmlisi, əgər bu otelə gəlsəz, mütləq şəkildə Turgut Trabla müraciət edirsiniz. Aşağıda əlaqə nömrələri qeyd edəcəm. Həmin nömrələrimizlə əlaqə saxlayıb qiymətlər öyrənsiniz. Həmişə dediyimiz kimi erkən rezervasiya eləyin, daha uyğun qiymətə gəlin otelə və mütləq bizlə əlaqə saxlayın. İndi gedək, gəlin bir yerdə oteli baxaq. Deməli, otelin giriş hissəsində bu tərəfdə müştəri xidmətləri var, sonra transfer xidmətləri var. Digər tərəfində qarşıda isə resepsiyonda. Sonra deməli bu girişdə bu hissə lunch hissədir. Deməli, bax bu qapıdan, lobi hissədən çıxırıq. Düz burada qabaqda spa hissəsidir. Bu yolla bir yerdə ancaq belə alış-veriş eləyə biləcəyiniz mağazalardır. Və bunun sağ tərəfi belə akvapark hissədir. Gedək indi. Bu mağazalar göstərməyə ehtiyac yoxdur. Yəni burada istəyir yay paltarları, uşaqlar üçün oyuncaq, zinət əşyaları, hər şey ala bilərsiniz. Bu yumru hissədən düz, yəni otelin mərkəzi sayılır. Gəlirik birinci buradakı Kids Club-a. Bu hissə isə bu qabaqdakı hissə otaqlara gedən hissədir. Gəlin indi otağa bir yerdə baxaq. Birinci balkonu göstərim. Burada pərdələr belə ağıllı sistemdir. İndi bunu dayandıraq. Sadəcə sizə göstərmək üçün çəkdim. İndi gəlin bir yerdə baxaq. Bu birinci balkon hissəsi. Və buranın da balkonu akvaparka baxır. Sonra keçək otağın. Burası sanitariya hissəsidir. Sabunları var, şampunları var, sonra feni var. Və həmçinin burada televizorun yanında aşağı hissədə seyfi var. Burada belə əşyalarınızı qoya bilərsiniz. Burada belə kofe aparatı var və belə çaylar var və bu çaylar hər gün təzələnir. Həmçinin burada belə kapsul kofeleri var. Aşağıda da minibar var. Minibarında həm spirtli, həm də spirtsiz içkilər var. Yəni belə pivələr də var, adi sular da var, sniker, süt və s. Yenə buranın da özünün belə minibarı var. Bu minibar da hər gün təzələnir. Ümumilikdə otaqda 3 dənə televizor var və bu da 2 nəfərli kravat. Birinci gələk bu Lumis World Kids Club-na. Burada məlumatlar yazılıb, saat neçədən neçəyə qədər işləyir, hansı aktivite olur və neçə yaş aralığı olar, bütün məlumatlar qeyd olunur. Gəlin bir yerdə içinə baxaq. Burası Animation Studio. Burada çocuklar Legolardan bir senaryo yaptılar kendince. Ondan sonra fotoğrafını çekiyorlar tabletlerden ve oynata kendi Lego filmlerini yaratıyorlar gibi bir şey. Sadece Lego da kullanmıyorlar, diğer şeyleri de kullanıyorlar. Burada genellikle bilim atölyelerimiz oluyor. Değişik deneyler yapıyorlar. Şu an kapalıdır orası. Burası PlayStation odamız. Gelecek mi? Burası vlog room olarak geçiyor. YouTube
YouTuber'lar gibi kendi videolarını çekiyorlar, challenge'lar yapıyorlar. Burada mən birinci görəndə düşündüm ki, yəni bu nədir belə hər yerdə zaten ücretsizdir, yəni ödənişsizdir, amma burada ödənişli yazıb, amma sən demə bu qapıymış. Gizli qapı və ən Buradan maraqlı lazer arasına geçiş var. göstərdiyim yerlərdən biri. Biz çocuklarımız için güzellik salonumuz. Saçlarını yapıyoruz, tırnaklarına oje sürüyoruz, makyaj yapılıyor, ondan sonra yüz boyası yapılıyor. Yarın mesela pizza aktivitesi var. A la carte restoranındaki bir İtalyan şef kendisi bir zat geliyor çocuklara. Hamurun nasıl açılacağını öğretiyor. Pizza döşüyorlar birlikte. Ay çok Burası daha çok handcraft activities yapılan bir yer. Yani el işi atölyeleri, boyamalar, masa oyunları. Çoğunlukla bu bölgede oluyor. Burası da park alanı zaten. Hə, buradan da uzaya çölə çıxır. Bax, bu elə bir ki, Loomis World-un içəri hissəsidir, burada çöl hissəsi. Bunun da qarşısında belə balaca uşaqlar üçün olan akvapark var. Onun da qarşısında isə böyüklər üçün olan akvapark var. Bax, burada böyüklər üçün olan akvapark hissəsi. Və bunun qarşısında bu hissə ana restorandır. Otelin saat 7-də axşam yeməyi başlayır. Və onun da qarşısında bu qabaqda gördüyümüz hissədə əyləncə yerləri, yuxarıda oturma hissələridir. Burada eyni qaydada. İndi gedək qabağa. Bu arxamda gördüyünüz hissədə axşam əyləncə şov proqramı olan hissədir. İndi deyiblər bugün axşam Silver Party olacaq. Hər dəfə bu zaten axşam şov proqramları dəyişir. Sonra bunun arkasında orada beach bar olan hissədə orada içki, spirtli və spirtsiz içkilər sifariş edə bilirsiniz. Həm də masalarda da əyləşib cips, çərəz və sair belə şeylər sifariş edə bilirsiniz. Lan hovuzlarının görünüşü də çox estetikdir. Toplam oteldə 17 hovuz var və hamısı ısıtmalıdır. Yəni soyuqda isti olur, isti havada da sərinləşdirirlər hovuzları. Belə bir yer. Daha sonra bax burada meyvə olan yerdir. Düz dənizə aşağı düşəndə burada belə meyvə yeri var. Gəlsiz təbii meyvələrdən götürürsüz. Diğer tərəfdə də var. Sonra da düşə bilirsiniz aşağı. Ora dənizə tərəf. Dənizdə meyvə servis eləmirlər. Ancaq içəcəklər, bir də çərəz, bir də cips olur. Amma təbii meyvə istəyirsə buradan götürə bilirsiniz. Geldim oradan meyveler götürdüm. Sonra da dedim ki düşüm dənizə. Ama bu restoranı gördüm. Bura 12:30'dan 17:30'a kadar açıq olur və ödənişsizdir. Burada da belə yenə sneklər, zatlar olur. Yəni hamburger, pizza, belə şeylər yeyə bilirsiniz.
Bunun da qabağında aktivitelər olur, rəqs, yoga və s. bu hissədə. Bunun da yanı tulum var. Otelin ən sevdiyim hissələrindən biri. Burada həm özünüz belə otura bilirsiniz, burada özünüz də içkilərdən içə bilirsiniz, yaxud da ki, həm spirtli, həm spirtsiz, yaxud da ki, oturursunuz orada şezlonglarda, həmin şezlonglardan sifariş edirsiniz, özləri gətirirlər. Oradan dənizdən gəldik bura. Bu arxamda gördüyünüz Cucina restoranı, İtalyan restoranıdır. Saat 12:30-dan 16:30-a qədər bu restoran normal restoran lanç olaraq fəaliyyət göstərir və gəlib İtalyan mətbəxinin dadına baxa bilirsiniz. Bu çöl hissəsidir. İndi içəri hissəsində toplantı var deyə içəri hissəsini göstərə bilmirəm. Axşam saat 7-dən 10-a qədər olan vaxtda isə siz buranı rezervasiya ilə daha doğrusu yenə İtalyan restoranı olaraq gəlib à la carte restoran olaraq istifadə edə bilirsiniz. Düz bunun yanında böyük ekran olan hissədə ən otelin 7/24 işləyən ən məşhur restoranına gedirik. Gəlin bir yerdə həmin restorana baxaq. Bax bu böyük ekran olan hissədə hər gün gündəlik hansı saatlarda nə aktivitelər var, onlar göstərilir. Tam qarşısında isə Guard restoran. Bura həm pub olaraq istifadə olunur, həm axşamlarda istifadə edə bilir, əyləncə yeri olaraq istifadə oluna bilir. Burada gəlib belə futbola baxa bilirsiniz, axşam bilyard oynaya bilərsiniz. Bu hissədə, qabaqda gördüyünüz bu hissə, səhnə hissəsi. Burada karaoke olur, nə bilim canlı musiqilər olur. Yəni cürbəcür aktivitelər olur. Bax bu hissəsi də bilyard olan hissə. İndi keçirik tam qarşıya. Bunun qarşısında olan hissə resort hissəsi. Bax görürsünüz, burada da yazıb adult only hissə. Yəni bura uşaqların girişinə icazə yoxdur. Gedək. Birinci baxaq bu restorana. Bütün restoranlar hamısı o qədər estetikdir, o qədər qəşəng dekor olunur ki. Buradan da yenə otelin hər yanı hovuzdur. Heç kim deyə bilməz də, yəni bu oteldə sıxıldıq, ya bu oteldə bu var, bu yoxdur. Otel çox qəşəngdir və ən önəmlisi servis mükəmməldir. Yəni servisə deyiləcək bir söz yoxdur. Dizayndakı həqiqətən çox gözəl, rənglər çox gözəl, dekorlar çox gözəl. Pardon, bir şey sorabilir miyim? Bu restoranın ismi ne? Seasons restoran olarak geçiyor. Yetişkinlerin bölümü geçiyor. Burası ücretli mi, ücretsiz? Ücretsiz oluyor. Saat Sadece kaçta? yetişkinler için. 7'de başlıyor, 9.30'da bitiyor. Sadece akşamları mı açık olur? Evet. Yok, sabah öğlen akşam açık. Hı. Yani ana restoranda sadece yetişkin bölümü. Ha, tamam. Peki bu içkiler ücretli mi, ücretsiz Gayet mi? ücretsiz oluyor. Orada premium içkilerin ismini söyleyebilir misiniz? Double Drake var. Hı hı. Glenlivet var. GB daha çok premium'e girmiyor da. Jack Daniels var. Chivas var. Chivas 12 mi? Chivas 12, evet. Chivas 12 de 16'da var. Bu da ücretsiz. O da burada yani. Evet, burada. Hı. Diğer üstleri ücretli olarak geçiyor. Tamam, teşekkür ederiz. Rica ederim. Kolay gelsin. İndi keçək bu restoranda baxdıq. İndi keçək bir növbəti hissəyə. Otelin axşam görüntüsü də qəşəngdir. Səhər bir gözəldir, axşamı ayrı gözəldir. Həqiqətən premium otellərdən biridir.
Bir dənə otelin uzaqdan görüntüsünü də göstərirəm. Bax, bu iki blok rezort olan blokdur. Qarşıda gördüyünüz. Bura isə adaltonlu olan hissə. Burada eyni qaydada adaltonlu olan hissədir. Burada uşaqların girişinə icazə yoxdur. Buradakı hovuza da baxaq. Çox gözəldir. Buranın plyajı da var. Adaltonda olan hissənin plyajı da kabanalardaydı. Kabanaların biraz özəlliyi ondan ibarətdir ki, yəni kabanalarda ayrıca servis olunur, özün qarsanı olur. Başqa hər hansı bir ekstra dəhşət böyük bir fərq yoxdur şezlonglarla. Bu adaltonlu hissənin hovuz hissəsindən bu pləkanlarla qalxırıq yuxarı hissəyə. Gedək yuxarıda nələr var, hansı restoranlar var, hansı əyləncə mərkəzləri var. Gedək onlara da baxaq. Oturmaq üçün yerlər nə qəşəngdir. Hovuzların içində işıqlandırmalarına bax, nə şirindir. Yəni gəldiyimiz kimi arxaya doğru qaydırıb. Əslində gələndə çəkmədiyim hissə qalmışdı, spa hissəsi. Gedək spaya da baxaq. Burada girişdə elə bil ki, oradan girdiyimiz hissənin sağ tərəfinə düşür. Girişdən, yəni biz belə gələndə sağ tərəfə spadır. Təşəkkür ederim. Bu vitamin bardan içəcəyimizi götürdük. Bax, bu hissədə. Və bura relax hissədir. Relax hissədən içəri gedəndə içəridə qapalı hovuzu var. Və qapalı hovuzun qarşısında da burada fitness hissəsidir. Bu yer patiseri hissədir. Patiserinin də yanında çay olan hissə. Burada 40-dan çox çay çeşidi var. Buradan elə bir ki, gəlsiz çimyatınızı götürürsünüz, gedirsiniz orada çayla içirsiniz. Bu da patiserinin axşam görüntüsü. Öz dondurmaları, burada çayı. Geldiği çıktı. XO Cape Arna Türkler demiş yolculuğumuzun sonuna. 2025-ci ildə açılan bir otel olarak onu deyə bilərəm ki, otel tam, yəni bizim sözlə desək, tam özünü tutub. Oteldə hər hansı bir əksiklik yoxdur və Azərbaycanın ən çox satış edən turizm şirkəti olaraq, Turgut Travel olaraq gəldiyi ən çox satdığımız oteli görməyə, sizə də göstərməyə çalışdım. Və otel haqqında ümumi son fikirlərimi deyim ki, otelin servisi həqiqətən premium servisi var. Yəni doğrudan da premium segment otellərə layiq servisi var. Çox razı qaldım servisindən. Restoran həddindən artıq çoxdur. Yəni bura heç kim gəlib deyə bilməz ki, az qaldım. Çünki hər yer restorandır və 7/24 zaten restoranlar açıqdır. Yəni otelin müəyyən hissələrində olan bütün alakartlar, yəni bütün saat boyu açıq olur. Təbii ki, bura gələndə buranı rezervasiya eləmək istəyirsinizsə, mən aşağıdakı qoyacağım nömrələrinə əlaqə saxlayın. Bizim Instagram hesabımıza yazın. Uyğun qiymətə gəlin burada bizdən alın. Gəlin, dincəlin. Öz ailənizlə keyifli bir tətil keçirdin. Bir sonraki videoda görüşənə qədər hələlik.